Bu videoda isə dünyanın dəniz və körfəzlərinə, boğazlarına baxacağıq. Əvvəlcə bunu da gitə-gitə gedək. Avropadan başlayırıq. Avropanın cənubunda Avropa ilə Afrikanı ayıran burada Cəbel Tarıq boğazı yerləşir. Eyni zamanda o Aralıq dənizi ilə Atlantik okeanını birləşdirir. Daha sonra Cəbel Tarıq boğazından sonra Aralıq dənizi. Aralıq dənizinin içərisində baxın bu hissədə Lion körfəzi, Liquriya dənizi, həmçinin burada Tirren dənizi yerləşir. Daha sonra Apennin yarımadasının cənubunda, aşağısında daha doğrusu burada bu İon dənizi, daha sonra isə Adriatik dənizi burada yerləşir. Korsika və Sardiniya adaları arasında Bonifacio boğazı var. Siciliya ilə Apennin yarımadası arasında Messina boğazı, Siciliya ilə Afrika arasında isə Siciliya boğazı yerləşir. Daha sonra isə burada Egey dənizi yerləşir. Egey dənizindən Dardanel boğazına, daha sonra Mərmərə dənizi, Bosfor boğazı, Qaradəniz, Kerç boğazı, Azov dənizi yerləşir. Sonra keçək digər tərəfə Biskay körfəzi. Biskay körfəzindən sonra La-Manş boğazı. La-Manş boğazı Bretan yarımadası ilə Britaniyanı bir-birindən ayırır. Həmçinin Pas-de-Calais boğazı da Britaniya ilə Avropanın qitə hissəsini bir-birindən ayırır. Daha sonra Şimal dənizi, həmçinin burada Kil kanalı çəkilmişdi. Almaniya ərazisindədir. Baltik və Şimal dənizini birləşdirir. Baltik dənizinin içərisində 3 körfəz var. Botnik körfəzi, Fin və Riqa körfəzləridir. Daha sonra isə burada Norveç dənizini görürük. İndi buna ayrıca baxaq. Məsələn, İtaliyanın tərəfinə baxırıq. Bayaq dediyimiz bu Liquriya dənizi, daha sonra Tirren dənizi, İon, Adriatik dənizi burada yerləşir. Messina boğazı, Siciliya və bunları qeyd etmişdim. Daha sonra Danimarka ilə, yəni Jutlandiya yarımadası ilə Skandinaviya arasında burada Skagerrak boğazı, Kattegat boğazı var. Həmçinin Zeland adası ilə Skandinaviyanın arasında Zund boğazı, daha sonra Fünen və Zelandiya arasında Böyük Bel, Fünen ilə Jutlandiya arasında isə Kiçik Bel boğazları yerləşir. Türkiyədə isə Türkiyə ətrafında olan dənizlərə baxaq. Bu Avropa ilə Asiyanın həmçinin sərhədidir. Azov dənizi, Kerç boğazı, Qaradəniz, Bosfor boğazı və yaxud İstanbul boğazı deyə bilərik. Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi. Daha sonra keçək Asiyaya. Asiyanın dənizlərinə, dəniz boğaz körfəzlərinə baxırıq. Ümumiyyətlə Aralıq dənizindən Qırmızı dənizə keçmək üçün burada Süveyş bərzəxi var. Buradan Süveyş kanalı çəkilib. Bərzəx iki qurunu bir-birinə birləşdirən ensiz quru sahədir. Yol qısaltmaq məqsədli bu bərzəxdən kanal çəkilib Süveyş kanalı. Süveyş kanalından Qırmızı dənizə, buradan Bab-el-Məndəb boğazı ilə Ədən körfəzinə çıxırıq. Ədən körfəzindən isə Ərəbistan dənizinə. Daha sonra Oman körfəzi, Hörmüz boğazı və daha sonra İran körfəzi də burada yerləşir. Neft qaz ehtiyatlarından dünyada zəngin olan, məşhur olan ərazidir. Daha sonra isə Şri-Lanka ilə Hindistan arasında Polk boğazı yerləşir. Benqal körfəzi, Andaman adaları, Andaman dənizi, Malakka yarımadası ilə Sumatra arasında Malakka boğazı, daha sonra Malakka yarımadası ilə Kalimantan adası, yəni Borneo adası arasında Karimata boğazı, buna Kərimata deyirəm, elə daha yaxşı yadda qalır. Siam körfəzi burdadır. Daha sonra Cənubi Çin dənizi, sonra biraz yuxarı qalxırıq. Burada Filippin dənizi, daha sonra burada yerləşir deməli Şərqi Çin dənizi, daha sonra burada Sarı dənizdir, Yapon dənizidir və Oxot dənizidir. İndi buna ayrıca baxaq. Dəqiqə. Aha, baxın burada həmçinin Bakbo körfəzi var. Buna Tonkin körfəzi də deyilir. Daha sonra Tayvan adası ilə materik arasında Tayvan boğazı, Şərqi Çin, Sarı Çin dənizi və bu Yapon adaları ilə Koreya yarımadası arasında burada Koreya boğazı yerləşir. Daha sonra Yapon dənizi, Yaponiyanın Honshu adası ilə Hokkaido arasında Sangar və ya da Sungar boğazı yerləşir. Hokkaido ilə Kuril adaları arasında Kunashir boğazı, Hokkaido ilə Saxalin arasında isə Laperoz boğazı yerləşir. Saxalin adası ilə materik arasında isə burada Tatar boğazı vardır. Daha sonra burada bunu da qeyd eləyək. Aşağıda deməli Kalimantanla Sulawesi arasında Makassar boğazı yerləşir. Sulu, Sulawesi, Moluq, Banda bunlar Sakit okeana aid olan dənizlərdir həmçinin. Daha sonra Şimali Amerikaya baxırıq. Şimali Amerikanın Şimal Buzlu okeanına aid olan dənizləri Beaufort dənizidir. Daha sonra Baffin dənizi həmçinin. Baffin torpağı ilə Qrenlandiya arasında Davis boğazı, Esmir ilə Qrenlandiya arasında isə Smith boğazı yerləşir. Daha sonra isə həmçinin burada Çukot dənizi də vardır. Daha sonra biz burada
Avrasiyanın şimalda olan dənizləri demədik, bir də ona geri qayıdaq. Deməli, Avrasiyanın Şimal Buzlu okeanına aid olan dənizləri burada Barents dənizidir, Kara dənizi, daha sonra burada Novaya Zemlya Yeni Torpaq adasıdır. Yeni Torpaq adası ilə materik arasında Kara darvazası boğazı yerləşir. Həmçinin burada Ağdəniz var. Daha sonra isə Laptevler dənizi, Şərqi Sibir dənizi bunlar Şimal Buzlu okeana aid olan su hissələridir. Sakit okeanı isə burada Bering dənizi, daha sonra Oxot dənizinin içərisində olan Şelxov körfəzini demək lazımdır. Daha sonra buranı da dedik. Aha. Burada da Beaufort, Baffin dənizləri Şimal Buzlu okeanına aid olan dənizlərdir. Şimali Amerikanın həmçinin Hudson körfəzi də Şimal Buzlu okeanına aiddir. Baffin torpağı ilə Labrador arasında Hudson boğazı yerləşir. Daha sonra şərq tərəfdə burada Labrador dənizi. Bir qədər daxil içəriyə doğru keçirik. Burada müqəddəs Labirint körfəzi, daha sonra Fandi və Men körfəzləri yerləşir. Sarqas dənizi sahili olmayan dənizdir, sahilsiz dənizdir. Daha sonra isə Florida ilə Kuba arasında Florida boğazı, həmçinin bu hissədə Meksika körfəzi, onun da daxilində Campeche körfəzini görürük burada. Daha sonra Yucatan yarımadası ilə Kuba arasında isə Yucatan boğazı var. Həmçinin burada Karib dənizi yerləşir. Daha sonra isə Sakit okean sahillərinə baxaq. Sakit okeanda burada Bering dənizi yerləşir bu qərb tərəfdə. Bering dənizindən yuxarıda isə Bering boğazı var. Bu Bering boğazı Şimal Buzlu okeanla Sakit okeanı birləşdirən boğazdır. Daha sonra Alyaska körfəzi, bu da Sakit okean sahilləri. Burada isə Kaliforniya körfəzi yerləşir. Afrika ətrafına baxaq. Afrikanın ətrafında isə şimalda ilə Aralıq dənizidir. Bu hissədə Sidra körfəzi, burada Sinay yarımadası var idi. Süveyş kanalı, Qırmızı dəniz, Babılməndab boğazı, Ədən körfəzi idi. Daha sonra Madaqaskar materikdən ayırır Mozambik boğazı. Burada Qvineya körfəzi yerləşir. Dünyanın 0-0 nöqtəsidir. Yəni Qrinviç və Ekvator burada kəsişir. Ekvatorla Qrinviçin kəsişdiyi yerdə 4 yarımkürədə yerləşən körfəzdir. Daha sonra isə Cənubi Amerikada dəniz körfəzindən bir qədər kasıbdır. Şimalda Karib dənizi var idi. Burada bir dənə Laplata ovalığı, Laplata körfəzi var. Bunu qeyd edə bilərik. Daha sonra başqa bir şey yoxdur. Laplata körfəzidir. Daha sonra Avstraliya ətrafında isə Timor, Arafor dənizləri, bunlar Hind okeanına aid dənizlərdir. Carpentero körfəzi də Hində aiddir. Torres boğazına qədər ümumiyyətlə bu qərbdə qalan hissə Hind okeanına aid su hissələridir. Torres boğazı həmçinin Yeni Qvineya adası ilə Cape York yarımadasını bir-birindən ayıran boğazdır. Daha sonra isə burada görürük qərbində coğrafiyasılar körfəzi, cənubunda Böyük Avstraliya körfəzi, Spencer körfəzi burada yerləşir. Tasmaniya adasını materikdən ayırır Bas boğazı, Tasman dənizi, Mərcan dənizi, bunlar isə Sakit okeana aid olan dənizlərdir. Antarktida ətrafında olanlara baxaq. Antarktida bilirik ki, ətrafında Cənub okeanı var. Bu son illərdə təsdiqlənib, amma yenə də ayrı-ayrı dəniz olaraq, okean olaraq bölək. Bellingshausen, Amundsen, Ross baş hərfləri B, A, R. Bellingshausen, Amundsen, Ross dənizləri Sakit okeana aiddir. Ueda Lazarev isə Atlantik okeanına aiddir. Həmçinin Risser Larsen, daha sonra Kosmonavtlar Birliyi, Davis Dürvil isə Hind okeanına aid olan dənizlərdir. Bu qədər.